Salam əziz şagirdlər, hər birinizi bir daha xoş gördük. Bugünkü mövzumuz Azərbaycan dilindən leksikologiya bölməsidir. Bildiyimiz kimi dildəki bütün sözlər dilin leksik vahidləridir. Leksikanı öyrənən elm isə leksikologiya adlanır. Deməli, leksikologiyada bütün sözlər öyrənilir. Sözün iki mənası var. Sözün leksik mənası, bir də qrammatik mənası. Leksik məna sözün birbaşa ifadə etdiyi mənadır. Məsələn, qələm nədir? Yazı yazmaq üçün bir vasitə. Sözün leksik mənalarını bir neçə yolla izah etmək olar. Bir, onu ifadə etdiyi mənanı izah etməklə, lövhə, üzərində yazı yazılan bir obyekt və yaxud sözə sinonim və antonim seçməklə, yaxın mənalı və yaxud əks mənalı söz seçməklə. Şirin, acı, əks mənalı söz edin və yaxud da ki, uca, hündür, böyük. Başqa bir yol isə mürəkkəb sözlərdə sözlərin tərkib hissələrini açmaqla, uca boyla, boyu uca olan insan. Söz düzəltmə sözdürsə, onun kök və yəciyə ayırmaqla daha rahat izah etmək olar. Məsələn, balıqçı. Balıq suda yaşayan bir canlıdırsa, çı hər hansı bir peşə məzmunu bildirir. Deməli, balıqçı balıqları ovlayan bir insandır. Əsas nitq hissələrinin leksik mənası olur. Köməkçi hissələrin isə leksik mənası olmur. Məsələn, deyək ki, ki və, yəni ki desəm nə nəzərdə tutulur? Nə yada düşəcək? Heç bir məfhum yada düşmür. Deməli, bunun qrammatik mənası var. Çünki qrammatik məna sözün hansı nitq hissəsinə aid olmasıdır ki, ədat kimi də işlənir, bağladıcı kimi də işlənir. Bu, onun qrammatik mənasıdır. Amma leksik məna ifadə etməyəcək. Desəm ki, insan deyəndə artıq beyində nəsə canlandı. Hər hansı bir məfhum canlanır. Deməli, bunun leksik mənası da var. Kim? İnsan. Nitq hissəsinə görə isim olmağı isə bu, onun qrammatik mənasıdır. Bundan əlavə sözlərin iki mənası olur. Həqiqi məna, məcazi məna. Həqiqi məna sözün ilkin ifadə etdiyi mənadır. Məsələn, desəm ki, qol insanın qolu mənasındadır. Çoxmənalı sözlərdə isə biri həqiqi, digərləri ondan törəmə məcazi mənasıdır. İnsanın qolu, bu oldu həqiqi. Çayın qolu, bundan törəmə məcazi mənası. Bu isə oldu məcazi məna. Biri həqiqi, digərləri ondan törəmə məcazi məna olduqda, bu olur çoxmənalı sözlər. Çoxmənalı sözlərdə hər biri eyni nitq hissəsinə aid olur. İnsanın qolu, nə? İsim, çayın qolu, nə? İsim. Məsələn, bel sözü. İnsanın beli. İsim, dağın beli, o da isim. Ayaq, insan ayağı, isim, stolun ayağı, isim. Onu da qeyd etmək lazımdır ki, çoxmənalı sözlərdə mənə yaxınlığı olur. Yəni, insanın qoluna baxıb, çayın qolu, ağacın qolu ona uyğun olaraq uyğunlaşdırılmışdır. Leksikologiyada digər bir mövzumuz isə homonimlərdir. Homonimlərdə deyiliş, yazılış, vurğu eyni, məna isə tamamilə fərqli olan sözlərdir. Məsələn, yazaq burada top sözü. Top, bir var oynamaq üçün, futbol üçün, bir də var ki, silah mənasında. Bunların hər ikisi həqiqi mənadadır, hər ikisini gözlə görmək olur, toxunmaq olur. Düz, bunlar hər ikisi də isimdir. Homonimi çoxmənalı sözlərdən fərqləndirən əsas cəhətlərdən də biri onun həqiqi mənada işlənməsidir. Çoxmənalı sözlərdə biri həqiqi, digəri məcazi olduğu halda homonimlərin hər ikisi həqiqi mənada işlənir. Digər bir cəhət isə homonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilir. Məsələn, yazaq ki, üz sözü. İnsanın üzü nə? İsim. Bir də var ki, çayda üzmək. Nə etmək? Üzmək. Bu da oldu fiil. Deməli, homonimlər həm eyni nitq hissəsinə aid olur, həm də müxtəlif nitq hissələrinə aid olur. Bəzi sözlər var ki, onlar həm homonimlik xüsusiyyəti daşıyır, həm də çoxmənalilik xüsusiyyəti daşıyır. Onlardan biri də ilə üz sözüdür. İnsanın üzü həqiqi mənada, ilkin mənada. Bunun digər törəmə məcazi mənası isə yorğanın üzüdür. Yorğan üzü.
Bu isə oldu məcazi mənada. Deməli, bunlar ikisi çox mənalıq təşkil edir. Bəzi sözlərimiz var ki, onlar homonim olmur. Onlara homograf, homoformlar, paronimlər daxildir. Bunların adlarını bir çox şagirdlər qarışdırır. Bunları əzbər bilmək o qədər də vacib deyil. Əsas mahiyyət isə bunların homonim olmadığını bilməkdir. Məsələn, yazıram ki, bura vurma. Deyirəm, vurma cədvəli. Çünki vurursan, olur vurma. Bu artıq leksik şəkildə. Bu bir sözdür. Bir də var onu vurma. Bu, vurğusuna görə dəyişən sözdür. Vurğu düşür bura. Çünki vurma, qrammatik şəkildə bu olur sadə söz. Deməli, vurğusuna görə dəyişən sözlər homonim olmayacaq. Bəzi sözlərdə var ki, onlar bir səsə görə dəyişir. Məsələn, mətn yazdığımız bütün bunlar mətn adlanır. Bir də var mətin. Mətin isə iradəli, cəsarətli deməkdir. Bir səsə görə dəyişənlər homonim sayılmayacaq. Ümumi və xüsusi isimlərdə homonim olmur. İnsan adı çiçək və gül çiçək mənasında. Dəniz və s. Bu sözlər homonim sayılmayacaq. Bəzi sözlərdə başlanğıc formasına görə dəyişən sözlərdir. Məsələn, yara. Yazaq bura, yara. Əlim yarılır, olur, yara. Bu leksik şəkildə bu oldu düzəltmə. Bir də var ki, sözümü kimə apar? Yara apar. Yar-a, sevgiliyə apar. Bu oldu sadə, bu oldu düzəltmə. Deməli, bunlar da homonim sayılmayacaq. Amma bunun homonim sayıldığı söz var ki, onu qarışdırmayın. Yaramaq mənasında işləndikdə isə homonim sayılacaq. Elimizin bir sözü var, görüm səni yaramayasan. Belə bir qarışıqları da var. Bu cür olduqda isə bu olacaq sadə. Bunlar homonim sayılacaq. Bu artıq homonimdir. Bunlar isə homonim deyil. Bunu qarışdırmayın. Digər bir mövzumuz isə sinonimlərdir. Sinonimlərdə deyiliş və yazılışsa fərqlidir. Amma mənaca eyni olan sözlərdir. Məsələn, uca, hündür, böyük. Bunlar sinonim sayılır. Sinonimlər iki ilə bölünür. Bir, mütləq sinonimlər. Bir də nisbi sinonimlər. Mütləq sinonimlər daimə bir-birini əvəz eləyir. Bunlara ikinci bir adı dupletlər də deyilir. Dupletlər də deyilir. Məsələn, deyirəm ki, mənim gözlüyüm sındı, eynəyim sındı, çeşməyim sındı. Qovun yemiş. Bunlar mütləq sinonimlərdir. Bunlar daim bir-birini əvəz edə bilir. Amma bəzi sözlər var ki, onlar nisbi sinonimlərdir. Nisbi sinonimlər daim bir-birini əvəz edə bilmir. Gözəl, göyçək. Sənin gözəl qəlbin var, sənin göyçək qəlbin var deyə bilmərik. Aydındır. Bəzi sözlər də var ki, onlar sinonimlərə bənzəsə də, amma sinonim olmur. Bunlara kökləri eyni olan sözlər deyilir. Bivəfa, vəfasız. Bunları gəlin təhlil edək. Vəfa sözün kökü, bir isə ön şəkildə. Burada da vəfa sözün kökü, sız leksik şəkildə. Hər ikisinin kökü vəfa olduğu üçün bunlar sinonimlər sayılmayacaq. Digər bir mövzumuz da antonimlər mövzusudur. Antonimlər bir-birinə əks olan sözlərdir. Məsələn, ağ, qara. Sinonimlərdə qeyd etdiyimiz kimi kökləri eyni olan sözlər də antonimlər sayılmayacaq. Məsələn, bivəfa, vəfalı. Baxaq. Vəfa sözün kökü bir ön şəkilçi. Vəfa sözün kökü li leksik şəkilçi. Deməli, bu sözlər kökləri eyni olduğu üçün bunlar antonim sayılmayacaq. Yağlı, yağlı və yağsız. Sözün kökü hər ikisində yağdır. L leksik şəkilçi, sız leksik şəkilçi. Bunlar da kökləri eyni söz olduğu üçün antonim sayılmayacaq. Bu şəkilçilər isə antonim şəkilçilər adlanır. L, lilulü və sız, siz, sus, süz.
Bunlar antonim tezisi adlanır. Qeyd edək ki, bu qeyd etdiklərimizin hər biri leksik, homonimlik, sinonimlik və antonimlikdir. Bundan əlavə qrammatik, homonimlik, sinonimlik və antonimlik də var. Bunlar nədir? Məsələn, yazaq ki, homonimlik, qrammatik, homonimlik. Kimi. Kiminin bir mənası əvəzlik kimi işlənir. Yəni, kimi gözləyirsən sual əvəzliyi. Bir də var ki, köməkçi hissəsi kimi, evə kimi getdi. Evə kimi. Bu isə oldu qoşma. Bir məna taylarından biri əsas nitq hissəsi, digəri köməkçi nitq hissəsi olarsa, bu adlanır qrammatik, homonimlik, sinonimlik və yaxud antonimlik. Gəlin də qrammatik sinonimliyə baxaq. Kimi sözünü götürək elə. Evə kimi getdi, evə dək getdi, evə cəng getdi. Bunlar isə oldu qrammatik sinonimlik. Qrammatik antonimlik nədir? Səndən sonra gəldi, səndən əvvəl gəldi. Bunlar hər ikisi qoşmadır. Bu isə olur qrammatik antonimlik. Bunlardan əlavə olaraq şəkilçilərin də homonimlik, sinonimliyi və antonimliyi olur. Məsələn, dadə şəkilçisini götürək. Dadə. Homonimliyinə baxaq. Məsələn, yayda. O bizə yayda gəlmişdi. Yay sözünün kökü dadə, leksik hərfi. Bu oldu zərf düzəltmə hərfi. Bir də var ki, evdə oturmuşdu. Bu isə ismin hal şəkilçisidir, qrammatik. Bu isə olacaq qrammatik. Bu oldu isim düzəldən hal şəkilçisi. Belə olan təqdirdə olur qrammatik homonimlik. Leksikologiyada öyrənəcəyimiz digər bir mövzu isə ümumiişlək və ümumiişlək olmayan sözlərdir. Nədir bu ümumiişlək sözlər? Ümumi işlək, yəni hər bir insan tərəfindən işlədilən sözlər. Məsələn, ağac, dəftər, qələm, bunlar hər bir insan tərəfindən işlədildiyi üçün ümumiişlək sözlər adlanır. Bəs ümumiişlək olmayan sözlər hansılardır? Ümumiişlək olmayan sözlər. 1. Köhnəlmiş sözlər. 2. Dialekt sözlər. 3. Terminlər. 4. Neologizmlər yeni yaranan sözlərdir. Köhnəlmiş sözlər özlərdə 2 yerə bölünür. Tarixizmlər, tarix boyu işlənib sıradan çıxan sözlərdir. Bunlara əsasən vəzifə, pul adları daxildir. Məsələn, Abbasi. Tarix boyu işlənib pul vahidi. İndi sıradan çıxıb. Bir də var arxaizmlər. Arxaizmlər isə müəyyən dövr ərzində işlənib sıradan çıxıb, indi onlar yenisi ilə əvəz olunub. Əvvəl baqqal deyilirdi. İndi isə market, dükan kimi sözlərlə əvəz edilib. Bəzi arxaizmlər də var ki, onların mənaları tamamilə dəyişib. Məsələn, arı əvvəl təmiz deyilirdi. Aydan arı sudan durur. Belə bir ifadə var, təmiz mənasında. İndi isə həşəratdır. Dəli əvvəl icdə deyirdilər, indi isə əqli problemləri olan insanlara dəli deyilir. Dialekt sözlər isə müəyyən bölgələrdə işlədilən sözlərdir. Onlara şivələr də deyilir. Məsələn, Qarğıdalıya Məkkə deyilir və s. Terminlər isə müxtəlif ixtisas peşə sözlərdir. Məsələn, azdan dilinə məxsus əvəzlik sözü, riyaziyyata məxsus kosinus, sinus, radius və s. sözlər. Bəzi sözlər də var ki, onlar həm ümumiişlək söz kimi, həm də termin kimi işlənir. Məsələn, götürək qüvvə sözü. İnsanın qüvvəsi ümumiişlək söz, fiziki qanunda qüvvə, bu oldu termin. Neologizmlər də yeni yaranan sözlərdir. Məsələn, son dövrlərdə yaranmış, selfi çəkdirmək və s. Leksikologiyada digər bir bölməmiz də frazoloji birləşmələrdir. Frazoloji birləşmələr tərkibcə dəyişməz sabit söz birləşmələridir. İlk əvvəl bilək ki, söz birləşməsi nədir? Söz birləşməsi iki və daha artıq müxtəlif sözün birləşməsidir. Alma ağacı, heyva ağacı, nar ağacı və yaxud alma çiçəyi. Bunu dəyişə bilirik. Bu olur sərbəst söz birləşməsi.
Bu olur sərbəst söz birləşməsi. Amma bəzi sözlər də var ki, onlar sabitdir. Onu dəyişə bilmirik. Məsələn, qulaq asmaq. Burada qulaq sözünü başqa sözlə əvəz etmək olmaz. Məsələn, burun asmaq kimi ifadə dilimizdə yoxdur. Bu isə adlanır frazoloji birləşmələri və bunlar adlanır sabit söz birləşmələri. Bunların əsas və aslı tərəfi olmur. Sərbəst bir söz birləşməsində isə aslı və əsas tərəf olur. Birinci tərəf olur aslı, ikinci tərəf olur əsas. Bunu bununla qarışdırmaq olmaz. Frazoloji birləşmələrdəki sözlərin hər biri bir mənanı ifadə edir. Qulaq asmaq, yəni eşitmək. Ağzına su alıb oturmaq. Ağzına su alıb oturmaq, yəni susmaq mənasını bildirir. Frazoloji birləşmələrin həm homonimliyi, həm sinonimliyi, həm də antonimliyi olur. Baxaq, ağzına su alıb oturmaq, susmaqdırsa, bunun əksi nə olar? Dil ötmək. Dil ötmək. Bunun mənası nədir? Çox danışmaq. Frazoloji birləşmənin homonimliyinə baxaq. Can vermək. Can vermək. İki mənası var. Bir, tənha quş can verirdi, ölmək mənasında. Günəş təbiətə can verdi, bu da diriltmək mənasında. Bu isə bunu antonimlə qarşıdırmayın, bu homonimdir. Digər bir mənası da sinonimliyə. Dil ötmək və yaxud dilotu yemək. Dilotu yemək, bu da oldu frazoloji birləşmələr. Frazoloji birləşmələri sintaktik təhlil edən zaman onlar bir cümlə özü kimi götürülür və sadə cümlə özü olur. Məsələn, sadə mübtəda. O, mənə qulaq asırdı. Nə edirdi? Qulaq asırdı. Bu oldu sadə xəbər. Beləliklə, bir mövzumuzun da sonuna çatdıq. Hər birinizə diqqətinizə görə təşəkkürlər. Növbəti videomuzda görüşənədək kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın.